Avtobus zolağı taksilərlə doludur. Köroğlu stansiyasına oxşadı. Bu konkret olaraq hörmətsizlikdir. Hər yer reklam, hər yer reklam. Yəni heç kim deməsin ki, ancaq Azərbaycandadır. Nə bilim piyadalara 20 manat cərimə yazaq. Hər yer qar, hər yer dalçıq. Nə oldu sənə ay Avropa? Dağılıb gedirsən. Kimsə burada baş olsa kim məsuliyyət daşıyacaq? Ayıb olsun. Dostlar salam. Arkada gördüğünüz bu bina dünyanın ikinci en büyük inzibati binasıdır. Bundan büyük yalnız Pentagondur, ABŞ-ın Müdafiə Nazirliyi və bugün biz Buxarestdəyik, anonsda gördüyünüz kimi və bugün mən sizə yenə də Avropa misallarını, Avropa xarici təcrübəsini göstərəcəm. Fikir vermişsinizsə, mən sizə Avropaya gedəndə daha çox Şərqi Avropaya gedirəm, göstərirəm. Çünki Şərqi Avropa, yəni keçmiş sosializm dövrünü yaşayan, kommunizm ideologiyasını yaşayan ölkələrdəndir. Sovet İttifaqının təsirində olan bir ölkələrdir ki, necə ki MDB ölkələri, keçmiş Sovet İttifaqına daxil olan ölkələr kimi Azərbaycan, Gürcüstan, Ukrayna falan. Yəni bu ölkələr həqiqətən bax Avropa, Şərqi Avropa ilə çox oxşardır. İstər bu şəhərsalma cəhətindən, memarlıq cəhətindən, küçələrin salınması cəhətindən, ictimai nəqliyyat cəhətindən və bugün biz Buxarestdə baxacağıq. Mən təqrib edirəm ki, siz heç vaxt Buxarestdə olmamısınız. Çünki deyirsiniz ki, turistik cəhətindən bir o qədər də maraqlı bir şəhər, bir ölkə deyil. Rumıniyanın bundan daha da maraqlı bir şəhərləri var, sahil qırağı var, o tanıdığımız Drakulanın binası var. Rumıniya məhz bu ilə fərqlənir. Amma bax, bu vlog həqiqətən biraz unikal olacaq. Dediyim ki, bu bir travel show olmayacaq. Yəni bir səyahət şovsu olmayacaq. Daha çox mən sizinlə bax, küçələri göstərəcəm, nəqliyyatını, nə bilim, səki ilə gəzəcəm, piyada gəzəcəm. Sırf mənimlə bax bu videoda canlı olaraq bax Buxarestin istər mərkəz küçələrini, istər qıraq küçələri gəzəcəksiniz və ümid edirəm ki, sizə maraqlı olacaq. Mən bu formatı artıq 2022-ci ildən sizinlə paylaşıram, istər YouTube'da, istər digər sosial media səhifələrində. Amma 3 il bundan öncə mən bunu başlayanda, Avropada misallar gətirəndə, nə bilim, velosiped zolaqları, ictimai nəqliyyat falan Bakıda necə olmalıdır, çox unikal bir idi. Çünki Bakıda ümumiyyətlə bunun təməli qoyulmamışdı. Son bir ildə Bakı dəyişib, Bakıda Avropa təcrübəsi tətbiq olunur, velosiped zolaqları, ictimai nəqliyyat inkişaf eləyir. Odur ki, biz nəinki deyəcəyik ki, burada var, Bakıda yoxdur. Biz müqayisə eləyəcəyik. Bu da məncə maraqlı bir format olacaq və eyni zamanda Rumıniyanın digər şəhərindən də mən sizə vlog gətirəcəm. Bax, bizə dəstək olan patronlar artıq bilirlər, anonslar onlarla paylaşmışam. Mən bizim patronda community'miz var, Telegram qrupumuz var. Orada müzakirə edirik. Hara gedək, hansı ölkəyə gedək, hansı formatı işıqlandıraq və siz də bax bu kanala dəstək olmaqla həm bax bu bütün anonslardan xəbərdar olacaqsınız və eyni zamanda kanal inkişafına da dəstək olmuş olursunuz. İstər patronda, istər Kofel platformasında QR kodu skan eləyin və təsvir bölməsində bütün keçişlər olacaq. Bizə dəstək göstərin ki, mənə motivasiya verin ki, mən də daha çox sizə bax bu cür formatda videoları göstərim, paylaşım. Bugün Buxarestdə hava şaxtalıdır. 3 gün bundan öncə burada qar yağıb və mən sizə göstərdiyim format məhz qarlı havadan sonra paytaxt və şəhər necə olur Buxarestin misalında və fevralın sonunda Bakıya da qar yağmışdı. Onu da müqayisə edə biləcəksiniz. Amma siz özünüzə isti çaydan, kofedən süzün, yaxın əyləşin. Bugün mən sizi Buxarestdə gəzdirəcəm. Yaxın əyləşin, biz başlayırıq. Buxarestdə mən təyyarə ilə gəldim. Budapeştdən birbaşa reys var. Kiçik bir aeroportdur, lakin üstün cəhəti odur ki, şəhər mərkəzinə qatarla getmək mümkündür. Qatar dayanacağı terminal binasından təxmini 5 dəqiqəlik məsafədə yerləşir. Bariyersiz mühit burada nəzərdə tutulub ki, çamadanla hərəkət edə biləsiniz. Qatara biletlər də elə buradakı köşklərdə satılır. İstədiyiniz reysə bilet ala bilərsiniz. Qiyməti 6 leydir, bizim pul ilə təxmini 2 manat. Qatar 30-40 dəqiqədən bir hərəkət edir. Həmçinin burada belə tablo da var, getdiyiniz vağzalın cədvəlinə elə buradan baxa bilərsiniz. Nəhayət belə bir qatar gəlir, açığı görünür ki, çox da yeni qatar deyil. İçərisində güclü yanacaq iyi gəlir, amma pəncərədən belə gözəl bir mənzərədə açılırdı. Təxmini yarım saata qatar Gara de Nord, yəni Şimal vağzalına çatdı. Vağzalın özü də artıq xatırlatdı ki, biz Şərqi Avropada, yəni keçmişdə kasıb sosialistik bir ölkəyə düşmüşük.
İstər vağzalın daxili, istər çölü, qətiyyən Avropa Birliyinin digər inkişaf etmiş ölkələri ilə müqayisə olunası deyil. Lakin əsas məqam isə hava limanından tıxacsız 2 manata şəhərə çatmaq çox yaxşı bir variantdır. Onu nəzərdən keçirin, bura gələsi olsanız. Buxarestdə mən fevralın sonunda gəlmişəm və Bakıda da həmin dövrdə qar yağmışdı və burada da 2-3 gün əvvəl qar yağmışdı və görürük ki, Səkini və yolları qardan təmizləsələr də burada əslində velosiped zolağı var, görürsünüz. Bax, bu sarı nişanlama ilə olan bu velosiped zolağıdır. Səkidə təşkil olunub, lakin bunu heç cürə təmizləməyiblər. Qısa bax bu hissəsini, bu da yəqin kiməsə lazım olub, bunun qabağına qoymaq təmizləyiblər. Amma qalan bütün hissədə səki təmiz olsa da velosiped zolağı təmiz deyil. Bax, bu küçədə avtobus zolaqları təşkil olunub. İstər yolun o tərəfində, istər yolun bu tərəfində avtobus zolağına taksilər daxil ola bilir deyə fikir verin. Avtobus zolağı taksilərlə doludur. Yolun bu hissəsində isə avtobus zolağı, bu buz hissəsi heç axıra qədər düşmür. Yəni bunu normal təmizləməyiblər qardan və yenə də buna baxmayaraq ki, görün necə dar bir zolaqdır. Yəni burada hardasa 3 metr olar ya olmaz. Və yenə buna baxmayaraq, yenə burada avtobus zolağı təşkil olunub ki, və mövcud hərəkət hissəsini düzgün istifadə ediblər. İstər burada, istər digər tərəfdə. Bir çox Avropa ölkələrində gördüyüm, bax bu qrafitilər binalarda, vandalizm halları belə deyərdim, rast gəlinsə burada Buxarestdə də. Bu da eyni zamanda nişanlarda da bir neçə dəfə artıq rast gəldim ki, bax nişanları bax bu cür eybəcər hala salıblar. Bu, təbii ki, yəni heç bir şəhərə bunu yaraşdırmıram, bu artıq həddini aşmaq deməkdir. Belə zibil qabları da burada var. Bunu mən sonuncu dəfə Tbilisidə bax bu cür görmüşdüm. Bir çox ölkələrdə var belə aslan, amma məhz belə yaşıl dirəkləri aslanlar. Mən Tiflisdə də bunları görmüşdüm. Biraz mənə görə bunlar o qədər də effektiv deyil, bəli yerdə çox yer tutmur, amma bunlar aşıb daşanda hamısı bax bu ətraflar zibilli olur. Təbii ki, zibil qabları qapalı şəkildə küçədə dayanan variantı olsa daha yaxşıdır. Çox güman ki, bu daha ekonomik variantdır deyə bax bu cür hallara burada yol veriblər. Dostlar, bu isə açıq-aşkar hörmətsizlikdir. Zaten hər yer sürüşkən, hər yer qar. Hələ bu avtomobil gəlib düz səkin üzərində park edib. Yəni bu birbaşa olaraq hörmətsizlikdir. Burada Buxarestdə kifayət qədər eyni səviyyə piyada keçidlərinə, yəni zebralara rast gəldim. Ehtiyac olan yerlərdə onlar təşkil olunur. Amma bir məsələ var ki, mən bir çox urbanistikada, məsələn, təhlükəsizlikdən danışanda, eyni zamanda digər vloqlarda göstərəndə qeyd etmişdim ki, yəni belə bir qayda var ki, 2 hərəkət zolağından çox olan yerlərdə piyada keçidləri ya nizamlanan olmalıdır, yəni ya burada svetofor olmalı idi, ya da ki, burada təhlükəsizlik adacaqları olmalıdır. Bax, ortadakı həmin zolaqları 2 yerə bölsün və piyada növbəli şəkildə yolu keçə bilsin. Burada bunu görmürük, lakin burada bax, məktəbə yaxınlaşan yerlərdə bax, belə qırmızı nişanlama var ki, yəni skol da özdə yazılıb, yəni məktəbdir burada və sürücülər burada prinsipi mənə yol verməlidirlər, amma görürük ki, meyilli deyilər. Görürsünüz, dayanmışam, heç kim mənə yol vermir. Hə, bu yol verdi, amma əsas məsələ odur ki, bax, fiziki olaraq çətin olsun burada qayda pozmağa və yenə də burada avtobus zolağı. Yəni belə görürsünüz, 5 avtomobildən biri sənə yol verəcək burada. Təxmini olaraq statistika belədir. Yəni çıxış yolları isə təhlükəsizlik adacaqdır ya da svetofordur. Maraqlı yazıdır burada asfaltda. Belə başa düşdüyüm qədər burada yazılıb ki, yol 2 tərəflidir və ehtiyatlı olun. O tərəfdən də maşın gələ bilər, o tərəfdən də maşın gəlir, amma o tərəfdən maşın deyil, avtobus gələ bilər, çünki bura avtobus zolağıdır. Və yenə də fikir verin, necə dar avtobus zolağıdır. Yəni bizdə olsaydı burada maksimum 3 dənə zolaq olacaqdı. Amma burada 4 dənə zolaq təşkil ediblər, olan ikisini veriblər avtobus zolağına. Gözəl tarixi bina var bu küçədə. Maraqlıdır. Qapısı hamısı yerində, orijinal pəncərələr. Gözəllik. Ümumi olaraq bariyersiz mühidə, piyada keçidlərində, panduslara gələndə isə burada prinsipcə əksər hallarda hər şey qaydasındadır. Çünki bax, panduslar var yolun o tərəfində, yolun o tərəfində və eyni zamanda onda hər zaman vurgulamışam ki, burada Avropada səkilər özü bizdəki kimi hündür deyil deyə fikir verin. Burada normal uşaq arabası ilə, hətta əl arabası ilə hərəkət etmək mümkündür. Təbii ki, idealda tam bariyersiz olmalı idi. Amma istər burada, istər digər yerlərdə səklərin hündürlüyü çox deyil ki, hətta pandus olmayan yerdə burada normal bariyersiz mühit yaratmaq mümkün olsun.
Bura Rumıniya meydanıdır, şəhərin mərkəzidir bura. Və burada fikir verin, Sovet ölkələrində, sosialistik ölkələrdə hər zaman dediyim kimi böyük asfalt meydanlarının salınmasına meyilli idilər. Böyük dairələr, nə bilim, böyük qovşaqlar və burada da Buxarestdə də bundan yan keçməyiblər və fikir verin, böyük bir asfalt meydanı, asfalt səhrası və bunu daha bilirdim də nəinki insan yönümlü, ümumiyyətlə sürücülər üçün, hətta daha rahat etmək üçün, piyadaların hərəkətini daha təhlükəsiz etmək üçün burada svetofor quraşdırdılar, bax belə zebralar çəkdilər və eyni zamanda çox lazımsız geniş hissələrdə bax belə təhlükəsizlik adacaqları təşkil edirlər. Düzdür, bunları sürücülər parking kimi istifadə edir. Ümumiyyətlə burada sürücülər çox vaxt, yəni burada qayda pozuntularından biri də bax bu adacaqlarda saxlamaqdır. Və eyni zamanda bax burada da təhlükəsizlik adacağı var və eyni zamanda burada nişanlama ilə bir çox məsələləri həll ediblər. Görürsünüz, bax bu 1.7-dir, səhv eləmirəmsə bu nişanlamanın nömrəsi qaydalardakı. Bax belə qırıq-qırıq xəttlərlə hər bir istiqamətdə maşınlar necə hərəkət etməlidir. Bax burada belə nişanlama ilə bunu göstəriblər maksimum aydın şəkildə. Orada təhlükəsizlik adacaqları da təşkil ediblər. Yəni maksimum elə ediblər ki, sürücülər çaşbaş olmasın və eyni zamanda piyadaların da təhlükəsizliyi üçün burada piyada svetoforları quraşdırıblar. Və burada bir məqama diqqətinizi yetirmək istəyirəm. Fikir verin, burada piyadalar üçün yaşıl svetofor yananda eyni zamanda sürücüləri xəbərdarlıq edən belə bir sarı nişanlama da yanır ki, bax çünki deyirlər ki, sizə də yaşıldır, piyadalar da yaşıldır, amma nəzərə alın ki, piyadalara yol verməlisiniz. Bax belə sarı nişanlamadır. Mən bunu bir neçə ölkələrdə görmüşəm və əlavə olaraq da qeyd edim ki, bax burada meydan ətrafında müxtəlif dövrlərə aid memarlıq, arxitektura rast gəlmək olar. İstər orta əsrlər, Sovet dövründə, sosialistik dövrünün modernizm arxitekturası var burada, amma hər yer reklam, hər yer reklam. Yəni biraz bax burada dizayn kodu ümumiyyətlə nəzərə alınmayıb, belə başa düşürəm. Mən bunu eyni zamanda Safiyada da qeyd eləmişəm. Yəni kasıb şəhərlərdə, kasıb ölkələrdə, yəni pula ehtiyac olan bələdiyyələrin pula ehtiyac olan yerlərdə çox vaxt binaların üzərində fasadlarını bax belə reklamlarla korlayırlar, amma açığı, yəni bu şəhərin simasını silir, yəni şəhərin simasını korlayır, belə deyək. Bax bu küçədəki avtobus zolağına fikir verdim ki, bax belə kiçik bariyerlərlə fiziki olaraq ayrılırlar. Və yenə də dar avtobus zolağı, amma avtobus buradan normal keçə bilir. Yəni hərdən velosiped avtobus zolağını bax bu cür fiziki olaraq da ayırmaq xeyirlidir ki, sürücülər dəqiq bura daxil olmasın. Və dostlar, ənənəvi olaraq bir kiçik süjet gecə vaxtıdır çəkmək istəyirəm. Və yenə də bu küçənin işıqlandırmasına təsir olunub. Fikir verin, ayrıca olaraq səki işıqlandırılır. Ayrıca olaraq diod işıqlarla yol işıqlandırılır. Və kifayət qədər bura işıqlıdır. Düzdür, bu ağ qar biraz işığı geri qaytarır. Ağ rəng olduğuna görə, amma yenə də hətta bax bu videoda görsənir ki, nə qədər bu işıq, nə qədər bu küçə işıqlıdır. Və əsas məsələ də piyada keçidləri. Düz işıq dirəyinin altında. Daha doğrusu işıq dirəyi piyada keçidi olan yerdə. Və görün necə işıqlıdır. Görün bax bu küçəyə. Amma ən azı burada bu qədər işıqlı küçədə ən azı görmək mümkündür də adamı keçir. Pay içini, o utanmaza baxın. Düz zebranın üstündə saxlayıb. Nədə bunun nömrəsi? Görsən adam da keçə bilmir. Buyurun, keçin. 888 şu. Bu getdi polisə. Ayıb olsun. Dostlar, biraz tarixdən danışarkən Rumıniya haqqında danışmaq istəyirəm sizə. Rumıniya ilə adından göründüyü kimi qədim dövrdə Roma imperiyasının bir hissəsi olub, adı da oradan gəlir. Və eyni zamanda burada da təbii ki Avropada baş verən orta əsrlərdə olan bu baxışlar, eyni zamanda memarlıqda, arxitekturada da öz əksini tapır və indi arxa planda gördüyümüz bina bu Rumıniya Ateneumudur. 19-cu əsrdə 1888-ci ildə bax buranın açılışı olub. Bu böyük bir konsert zalıdır və Buxarestin ən tanınmış, bildiğimde o dövrün en tanınmış binalardan biridir. Baxmayaraq mən deyirəm ki, böyük burada bir sosialistik təsir var, amma belə tarixi binalar da burada
qoruyurlar. Bax, həmin konsert zalının 800-dən çox tutumu var. Çox gözəldir, indi ekranda görəcəksiniz. Daxildən yenilicə təmir olunub və Avropanın tarixi irsi siyahısına bax bu bina daxil edilib. Çox gözəldir. Təmirdən də sonra çox gözəl görsənir və onu da qeyd edeyim ki, bax dəfələrlə biz də qeyd eləmişik ki, bax belə tarixi binaların imitasiyalarını yəni hardasa kopyalamaq lazım deyil. Məsəl üçün burada sütunlar olsun, qapılar olsun, freskalar olsun, üzərindəki bax bu elementlərdən onlar hamısı orijinalda necə idisə bax belə də qorunub, saxlanılıb. Odur ki, bax tarixi binaların restavrasiyasına, qorunmasına məhz yanaşma bax bu cür olmalıdır və onu da mən Azərbaycanda bax bu işlərlə məşğul olan bilədimdə təmir, bərpa olan memarlar da səslənirəm. Bu haqda biz Dilgəmlərdə, bloglarda danışırıq ki, bax mütləq bax tarixi binaların qorunması, yanaşması və saxlanılması bax bu cür olmalıdır. Və bu gözəl tarixi binanın qabağında isə böyük bir ictimai məkan var, park var, skamyalar, fanlar, yəni normal burada mühit saxlanılıb, insanlar gəlib istirahət edir indi. Və nəhayət velosiped zolağı yolun hərəkət hissəsində təşkil olunan bir küçə tapdım. Burada Bakıda olduğu kimi velosiped zolağını təşkil etmək üçün yolun hərəkət hissəsinin bir hissəsini ayırıblar, veriblər velosipedçilərə və eyni zamanda Bakıdan fərqli olaraq burada fiziki olaraq bunu bax belə beton daşı ilə ayırıblar ki, avtomobillər dəqiq bura daxil olmasın və hətta velosiped zolaqlarının başında olan bax belə bir delinator, belə deyim, bu məhz velosipedlərin, avtomobillərin bura daxil olmaması üçün nəzərdə tutulub. Hətta burada sağa dönmək üçün bax belə ayrılmış velosipedlər üçün seksiya var, belə deyim, zolaq var. Və eyni zamanda burada mən səhv eləmirəmsə Berlində də sizə göstərmişdim. Burada belə bike box var. Bu nə deməkdir? Bax bu qırmızı olan hissə burada məhz velosipedçilərin gözlənilməsi üçün nəzərdə tutulan bir hissədir. Yəni bax burada avtomobillər gəlir, orada dayanır, amma velosipedçilər gəlir və məsəl üçün sağa ya düz getmək üçün burada gözləyir. Yəni belə bir buffer zonadır burada qeyd edeyim. Amma bir maraqlı fakt ki, burada velosiped zolağını hər yerdə təmizləyiblər. Amma burada baxın, ora velosiped zolağı davam edir, amma oranı təmizləmirlər. Fikir verin, bax, oranı təmizləmirlər. Yəni buradan velosipedlə gedirsən, amma orada düz qarın içinə səni velosiped zolağı aparır. Dostlar, və xatırladıram ki, bu vlogları bəyənirsinizsə, mənim işimə dəstək göstərmək istəyirsinizsə, kanalın inkişafına dəstək göstərmək istəyirsinizsə, siz mənə bax Coffee platformasında bir kofe ala bilərsiniz. Bax, hərdən soyuq havada gəzişirəm və gündə 2-3 dənə kofe içirəm, çay içirəm. Və siz də bax vlogları bəyənirsinizsə, daha çox yeni vlog görmək istəyirsinizsə, mənə motivasiya vermək istəyirsinizsə, kanala dəstək göstərə bilərsiniz. Coffee platformasında milli platformada istənilən sayda kofe mənə ala bilərsiniz. Orada özünüz seçə bilərsiniz qiymətləri və eyni zamanda həm kanala dəstək olursunuz, həm də milli startapa da dəstək olmuş olursunuz. Odur ki, bax gözləyirəm sizin iyanələrinizi, əgər işimizi bəyənirsinizsə və eyni zamanda kanalı Patron platformasında da izləyə biləcəksiniz. Daha doğrusu dəstək olub yeni vlogların anonslarını görə biləcəksiniz. Bir çox vlogların geniş versiyaları olur. Onları da məhz Patron platformasında dəstək göstərməklə izləyə bilərsiniz. Dostlar, baxın Buxarestin mərkəzindəyəm və burada piyada keçən yerlərdə piyada zolağı yoxdur, piyada keçidi yoxdur və insanlar məcburdur burada yolu keçməyə. Yeni də şəhərindən, ölkəsindən asılı olmayaraq insanlar hər zaman onlara daha qısa, daha rahat variantları seçir yolu keçmək üçün. Görürsünüz, bir nəfər də gəlir orada. Görürsünüz, indi yolu keçəcək. Görürsünüz, yəni heç kim deməsin ki, ancaq Azərbaycandadır, nə bilim piyadalara 20 manat cərimə yazaq. Onun əvəzində infrastruktur yaradın, lazım sayda piyada keçidləri yaradın və insanlar qayda pozmasın. Yəni bu tak Azərbaycana aid deyil. Və eyni zamanda burada da görürük qayda pozanlar, adacıqda saxlayanlar, asfalt səhrası. Yəni bura təbii ki, Sovet vaxtında salınan bir yanaşmadır, avtomobil ölümlü yanaşmadır, amma bunu normal insan ölümlü etsək, burada da insanların davranışı dəyişəcək. Yəni heç kim Azərbaycanı, Bakını, Bakı sakinlərini günahlandırmasın. İlk növbədə infrastruktur olmalıdır ki, piyadalar və sürücülər qayda pozmasın. Yəni biz infrastruktur yaratmaqla davranış yaradırıq, davranış formalaşdırırıq. Odur ki, nə qədər istəyirsiniz bu yol qəzalarının videolarını paylaşın ya da ki, piyadaları cərimələyin. Xeyr, bu kömək eləməyəcək. Əsas məsələ infrastrukturdur. İnfrastruktur olmasa, nə qədər istəyirsiniz digər tədbirlər eləyin, onlar kömək eləməyəcək.
Bura isə Çeşməci parkıdır. Buxarestin ən böyük şəhər parkı. İndi qışdır, burada park olduğu qədər hiss olunmur, amma bunun yay şəkillərinə baxsaq, böyük yaşıl bir parkdır. Buxarest şəhərinin düz mərkəzində. Burada mərkəzdə göl də var. Gedib baxaq, əgər buzlanmayıbsa onu da göstərərəm sizə. Və ümumiyyətlə Buxarest çox yaşıl bir şəhərdir. Bunu bayaq dediyim kimi, yəni yay fotolarında bunu görmək olur və mən buna qonşu paytaxt olan Sofiyanı sizə göstərmişdim. Elə çox yaşıl bir şəhər idi, onu vurğulamışdım və Buxarest əslində o qədər də Sofiyadan geri qalmır, belə deyim. Sadəcə qış vaxtında bunu o qədər göstərmək olmur, amma yaşıl şəhərlər eyni zamanda yay aylarında şəhərdə mikroklimati qorumaq üçün çox önəmlidirlər. Çox önəmlidir. Bax, tək belə parklar deyil, küçə ağacları, onlar kölgələr yaradır və təbii kondisioner effekti verir və sakitlik daha doğrusu. Nə qədər sakitdir. Hə dostlar, və həmin gölü buz bağlayıb deyə burada buz meydançası eləyiblər. Fikir verin. Orada yayda burada çox açıq olanda hətta yazırlar ki, çimmək olmaz. Görsünüz, üzmək üçün nəzərdə tutulmayıb. Amma qışda isə buranı bax, buz meydançası eləyirlər. Dostlar, və gəldi, yaxınlaşdıq. Videonun əvvəlində göstərdiyim bu da Buxarestin parlament binasıdır. Əsas hökumət evidir. Bax, bura və bu binanın miqyası həqiqətən möhtəşəmdir. Bəziləri deyir ki, bina eybəcərdir. Bu modernizm üsulunda tikilən bu binalar ümumiyyətlə belə bir o qədər də gözəl olmur. Amma sadəcə bu çox simvolik bir binadır. Nəyə görə? Sadəcə gəlin biraz faktlardan danışım sizə. Deməli, bu binanın enli və uzunluğu 240-270 metrədir. Və müqayisə üçün bizdə Bakıda olan hökumət evi təxmini olaraq aşağı-yuxarı eyni funksiyasını yerinə yetirir. Ondan təxmini olaraq 6 dəfə daha böyükdür. Yəni sadəcə təsəvvür edin də, yəni hökumət evi və bu hökumət evindən 6 dəfə daha böyük bir binadır. Bu parlament binasının tikintisi 1984-cü ildə başlamışdı. O vaxtın Rumıniyanın prezidenti Nikolay Çauşeskunun sifarişi ilə, çoxsu onu əslində diktator adlandırıb, çünki çox sərt siyasi bir rejim qurub və eyni zamanda onun bir məqsədi var idi ki, dünyanın ən böyük binası, ən möhtəşəm binası məhz onun paytaxtında Buxarestdə inşa edilsin. Lakin bilirsiniz ki, Nikolay Çauşesku 1989-cu ildə öldürüldü və o bina hələ o vaxt bitməmişdi. Yəni məhkəmə oldu, onu öldürdülər, həyat yoldaşını öldürdülər və beləliklə Rumuniyada siyasi sosializm dövrü bitdi və getdi kapitalizm dövrünə. 2007-ci ildə Rumıniya artıq Avropa Birliyinə daxil oldu, təxmini olaraq 18 il bundan öncə. Və sosializm dövrü bitəndən sonra bir çoxları dedi ki, gəl ümumiyyətlə bu binanı sökək, lazım deyil. Yəni ümumiyyətlə Çauşeskunun bir simvoludur, yəni həmin rejimin, siyasi rejimin bir simvoludur, amma bunu etmədilər. Və daha bir böyük sosializm dövründə salınmış asfalt səhrasının nizama salınmasının bir misalı. Fikir verin, elə bax burada parlament binasının yanında, bax burada böyük meydan, asfalt səhrası olub burada əvvəl. İndi burada lazım olmayan hissələri bax belə adacıqlarla ayırıblar. Bax mən olduğum indi yerdə burada heç bir maşın əslində hərəkət etməməlidir. İndi burada jandarmeriya maşını qaydanı pozdur, amma əslində burada maşınların hərəkəti qadağandır və o tərəfdən sağa dönmək üçün bax belə kiçik bir zolaq düz qıraqla gedir. Burada da nişanlanma ilə bax bu qırıq-qırıq xətlər istiqaməti göstərir. Piyada keçidləri eyni səviyyəli. Bilmirəm indi burada yeraltı piyada keçidi olub yoxsa yox, amma deyəsən olmayıb. Və burada da zolaqların eni çox daraldılıb ki, maşınlar yüksək sürətlə hərəkət eləməsin və eyni zamanda bu road diet deyirlər də buna, yəni yol düşə diyetası belə deyim, yəni lazım olmayan hissələri bax bu cür qapadırlar adacıqlarla. Amma və bura çox mənə Polşanı xatırlayır. Məsələn, Polşadan da, Varşavadan misalları gətirmişdim. Yalnız o fərqlə ki, artıq məsəl üçün Polşada, Macaristanda və bir çox digər Avropa ölkələrində bunu fiziki olaraq
fiziki şəkildə bunu tikirlər, tikinti işləri aparırlar ki, bura artıq belə tək asfalt deyil, barjurlar olsun, səki olsun, fiziki olaraq təhlükəsizlik alacaqlar olsun və Bakıda bu cür böyük dairələri, asfalt səhraları bax bu cür qaydada nişanlasalar, mən təsəvvür edirəm ki, hansı hay-küy yenə qalxar sürücülərin arasında odur ki, biz amma görürük ki, həqiqətən bax bu cür misallar hərəkəti sakitləşdirir və görürük ki, böyük bir xaos da burada yaratmır. Və həmin parlament binasından üzü şəhər istiqamətində, şəhər mərkəzi istiqamətində belə böyük bir bulvar salınıb. Bu da Nikolay Çavuşesku'nun layihəsidir. Uniri bulvarıdır. Geniş bir küçədir və oxuduğum qədər bunu məhz Yelisey çöllərinin misalına uyğun olaraq layihələndiriblər. Lakin bu Yelisey çöllərindən təxmin olaraq 2 dəfə daha enlidir. Enli yox, uzunluğu daha böyükdür. Eni təxmin olaraq eynidir. İkisi də 70 metrə yaxındır. Yəni geniş bir küçə. Yalnız 2 avtomobil zolağı bir tərəfdə və digər tərəfə və burada da çox güman ki yay aylarında yaşıllıqdır. Burada kölgə ilə gəzmək olar. Sadəcə dedim ki, mən sizə bunu qışda göstərirəm. Bu qədər mən burada gəzdim və indi fikir verdim ki, bura səndəmə velosiped zolağı imiş. Sadəcə bunu buz bürüyüb, qar bürüyüb. Təmizləmirlər. Nəyə görə təmizləmirlər? Çox maraqlıdır. Mən bir tərəfdən sizə göstərirəm ki, bax bu cür velosiped zolağı salınır, yəni müasir təcrübə tətbiq olunur, amma velosipedçilərə hörmət bu cür olmamalıdır. Çox təəssüf olsun ki, mən bugün qışda gəlmişəm, bu günlərdə gördüyüm velosipedçilərə yanaşma çox məni məyus elədi. Heç Buxarestdən, heç Avropa Birliyinə daxil olan ölkədən belə yanaşmanı gözləməzdim. Bax, velosiped zolaqlarına qulluq eləyin ki, sizdə də velosiped sürmək təhlükəsiz olsun. Çünki hava da okeydir, normaldır, soyuq deyil. Bəli, qar var, amma velosiped zolağı təmiz olsa və külək də burada yoxdur. Relyef də burada yoxdur. Yəni şərait var da. Yəni velosiped sürmək üçün şərait var. Sadəcə biraz bax kommunal xidmətləri normal işləmir ki, hər yeri təmizləsinlər. Buranı təmizləyiblər, bura qalıb. Yəni Buxarest mən səndən belə gözləmirdim. Velosiped zolaqlarından fərqli olaraq Buxarestdə ictimai nəqliyyat çox yaxşı inkişaf edib, xüsusilə Bakı ilə müqayisədə. Əlbəttə ki, bütün digər Avropa ölkələrinin paytaxtlarında olduğu kimi burada da tramvay şəbəkəsi qurulub. Ümumi uzunluğu 150 kilometrə çatır, bu da Balkan ölkələri arasında ən yüksək göstəricidir. Burada həm köhnədən qalan, həm də belə gözəl müasir tramvaylar hərəkət edir. Maraqlıdır ki, bu tramvaylar məhz yerli istehsaldır. Bəli, Rumuniyada istehsal olunan tramvaylar elə Buxarestin özündə hərəkət edir. Ona fikir verdim ki, burada Buxarestdə ictimai nəqliyyatın vahid bir rəngi yoxdur. Misal üçün, Budapeştdə bütün tramvaylar sarı rəngindədir. Burada belə bir yanaşma tətbiq olunmur. Bir neçə marşrutda gəzişdim və tramvaylarda sıxlığa rast gəlmədim. Hər zaman oturmağa yer də tapdım. Hətta iş günlərində. Və burada Buxarestdə də digər göstərdiyim Avropa ölkələrində olduğu kimi bileti istənilən qapıdan girib, biletinizi vurub gedib əyləşə bilərsiniz. Yəni yalnız ön qapıdan girib arxadan çıxmaq belə söhbət burada yoxdur. Bu həm tramvaya, həm avtobus, həm trolleybusa aiddir. Amma metroda, indi onu göstərəcəm, orada turniketlər artıq var. Yəni bizdə də kimi gedib biletinizi turniketdən vurandan sonra keçə bilərsiniz. Bunun üçün isə kontrolör sistemi olmalıdır, brutto sistemi olmalıdır ki, yəni birbaşa olaraq daşıyıcılar asılı olmasın həmin biletlərin qiymətindən. Subsidiyalar olmalıdır, aylıq, illik paketlər olmalıdır. Təbii ki, inşallah Bakıda nə vaxtsa buna çatar. Yəni tək tramvayın qaytarılması deyil, eyni zamanda brutto sistemin qaytarılması da çox önəmlidir ki, biz də ictimai nəqliyyatı daha əlçatan eləyək və daha cəlbedici eləyək. Belə biraz şəhər qırağında gəldim avtobus dayanacağına. Avtobus dayanacağı nişanı var, avtobus dayanacağı özü var. Amma məlumat lövhəsi burada yoxdur. Yəni heç bir qrafik olmur. Reklamdan başqa burada başqa bir şey yoxdur. Və fikir verdiniz ki, bu dayanacağın qıraqları yoxdur da. Yəni bu dar səkilər üçün nəzərdə tutulmuş bir dayanacaqdır. Bundan 8 noyabr prospektini bundan qoyanda cəmaət gülürdü. Amma görürsünüz, dar səkilər üçün məhz belə dayanacaqlar daha uyğundur. İndi bəziləri deyir ki, bu küləyin qarşısını almır. Amma birincisi, burada bir o qədər də güclü külə olmur. Buxarest paytaxtında Bakıdakı kimi.
Həm də səkini daraltmır. Amma avtobus dayanacağının vəziyyəti açığı biraz ağlamalıdır. Yəni bu zibil paketi, zibil qutusu burada düz şeyin yanında siqaret kötükləri əyləşmək üçün yer rahat deyil. Yəni bu ikinci məsələdir də artıq. Burada məlumat lövhəsi yoxdur deyə biz bilmirik avtobus nə vaxt gələcək, amma müqayisə eləyərik. Bax Google Maps ilə müqayisə elədim ki 300 indi ekranda görünür yoxsa yox 323 nömrəli avtobus gəlməlidir 16:07-də. İndi 16:06-dır. Baxaq görə 07-də gələcək yoxsa yox. Əgər gəlməyəcəksə, deməli bu Google Maps-də səhv məlumat göstərir. 16:07 amma və avtobus gəldi. Deməli qrafika uyğun hərəkət eləyir. Bu avtobusda bank kartı keçərli deyilsən demə. İndi mənə cərimə yazmasalar yaxşıdır. Bəxtim gətirdi, cərimələmədilər. Getdim metroya dostlar. Gedə baxaq bunların metrosu. Sovet dövründə tikilən, sosializm dövründə daha doğrusu tikilən metro necə görsənir. Çox depressiv bir metrodur. Qaranlıq. Və hər şey böyle tipik brutalizmdir da, yəni qatarlar buradan gəlir gedir. Platforma. Giriş oradandır. Biletlərinizi isə buradan ala bilərsiniz. Gəlin bilet alaq. Deməli qiymətləri göstərim. Maqnit kartı alırsınız. 2 gediş, 10 gediş həftəlik, bir də aylıq. Məsəl üçün 2 gediş götürək. 2 gediş 10 levdir. Təxmini 6 manatdır, belə deyək. Şu 2 getişimiz. Sorry. Səhv gəlmişəm, buradandır. Introduceți cartela în aparat, în poziția în care o aveți. Başa düşdüm, okey, yaxşı, istəmə, başa düşdüm. Thank you. Və qeyd edeyim ki, buradakı metro kartları avtobus və tramvay üçün keçərli deyil. Çox maraqlıdır. Nəyə görə? Çünki metronun idarə edən şirkət qıraq şirkətdir, şəhər icra hakimiyyəti deyil. Yəni bildim, idarə edən şirkət fərqlidir, belə deyim. Deməli maraqlıdır ki, metro şəbəkəsi çox genişdir. 5 xətti var, 64 stansiyası var. 1979-cu ildə açılıb. Yəni Bakı metrosundan 10 il sonra, hətta 12 il sonra. Amma buna baxmayaraq bunu vaxtı ilə inkişaf etdiriblər, geniş xəttlər çəkiblər, geniş şəbəkə qurublar bütün Buxarest üzərindən. Və çox maraqlı başqa bir fakt odur ki, yəni bizim metrodan 2 dəfə daha böyükdür, amma 3 dəfə daha az sərnişin daşıyır. 2 dəfə belə deyək də. Yəni 390 mindir burada gündəlik sərnişin. Bakı metrosuna hardasa 700-800 mindir. Olur ki, burada bu onun göstəricisidir ki, burada yəni multimodal nəqliyyat var. Yəni dayanıqlı yerüstü nəqliyyat da var ki, insanlar bu qədər hər dəfə özünü metroya üst tutmurlar. Bura Köroğlu stansiyasına oxşadı. Yenə də dediyim kimi burada sosializm dövründə tikildiyi, metro o dövrdə tikildiyə görə bax aşağı-yuxarı belə stansiyalardır, belə yanaşmadır. Bura Respublika stansiyasıdır. Metronun üzərində də burada reklamlara rast gəlmək olar. Burada müxtəlif tipli qatarlar hərəkət eləyir. Həm köhnə qatarlar və bu deyəsən yeni növ qatardır. Bombardier Kanadandır, səhv eləmirəmsə. Və genişdir metronun vaqonları. Deyəsən
relslər bizdə olduğu kimi 1500 mm-dir, 1540-dır səhv eləmirəmsə. Ona görə metro qatarları özü də genişdir. Və köhnə stansiyalarda təbii ki, əlçatanlıq yoxdur. Ancaq pilləkənlər, liftlər quraşdırılmayıb, eskalatorlar yoxdur. Ancaq ayaqla qalxmalısınız. Yaxşı, şimdi burada nətər hərəkət eləyək? Səki yoxdur burada. Hər yer qar, hər yer palçıq. Səki yox, hərəkət eləmək mümkün yox. Nə oldu sənə ay Avropa? Dağılıb gedirsən. Nətər eləyək buranı? Yox, mümkün deyil. Yolu keçməliyəm, nə etməliyəm? Şəhərin mərkəzindən biraz qırağa çıxan kimi bütün şəhərlərin problemi üzə çıxır. Ən azı bildiyim kimi Şərqi Avropaya məxsus olan bir xüsusiyyətdir. Amma əslində Parisdə də belə yer tapa bilərsiniz, Londonda da tapa bilərsiniz, New Yorkda da tapa bilərsiniz. Gəldi, burada gəldi tramvay. Köhnə tramvaydır. Aşağı döşəməli getmir də. Burada pillələr olacaq. Bəli, burada pillələr olacaq. Dostlar, və burada Buxarestdə daha bir gözəl misal göstərmək istəyirəm ki, infrastruktur daha vacibdir. Baxın, burada tramvay dayanacağıdır və burada tramvaylar saxlayır və piyada keçidi o tərəfdədir. İndi kimsə burada birinci vaqonda mənə kimi düşür və yolu necə keçmək istəyir, necə keçir, heç nə. İndi elə bilirsiniz ki, bu Rumuniyada da gedib o qaydaları riayət edib oradan keçirlər. Xeyr, əziz dostlar, indi ekranda görəcəksiniz. Bax, burada bayaq bir qrup insan düşdü və birbaşa olaraq buradan yolu keçdi, qaçdı. Yenə də infrastruktur əgər insan davranışına uyğunlaşdırılmayıbsa, deməli hər kəs qayda pozacaq. Yəni bu aksiyomdur da. Yəni bu urbanistikanın əsaslarıdır ki, siz mütləq mühiti insanların rahatlığına, xüsusilə də piyadanın rahatlığına uyğun qurmalısınız ki, onlar qayda pozmasın. Təbii ki, söhbət piyada axından, insan axından gedir. Yəni bu demək deyil ki, kimsə deyir ki, avtomobillər üçün də belə eləməli. Xeyr, o biraz başqa yanaşma orada olmalıdır. Amma konkret olaraq şəhər piyadalar üçün olan şəhər o şəhərdir ki, insanların davranışını nəzərə alır. Əks halda istər Rumıniya olsun, Amerika olsun, İngiltərə, nə bilim Yaponiya olsun, əgər infrastruktur düz olmasa, hər kəs qaydanı pozacaq. Baxın, bax konkret misal, görürsünüz? Bu adamlar indi buradan qaçacaqlar, baxmayaraq ki, piyada keçidi var. Çünki infrastruktur nəzərdə tutulmur. Bax, sonra deməyin, ancaq Bakıda yolu piyadalar düz keçmir. İnfrastruktur, dostlar, infrastruktur olmasa, bilinmə, qaydalar pozulacaq. Bax, burada dostlar şəhərin ətrafıdır və burada da görürük ki, avtomobillərlə böyük bir avtomobil parkingi ilə böyük bir problemlər. Dostlar, baxın, nişan var konkret, bax, yazılıb, dayanma durmaq qadağandır. Amma heç kimin vecinə deyil. Bunlar, bax, bu xaotik parkinqlər nəsə fikirləşməlidirlər. Çünki Avropa ölkəsinə belə şey yaraşmaz. İndi özləri bilərlər, nə yaraşar özləri bilərlər təbii ki. Amma ümumi olaraq, yəni bax bu cür xaotik, yəni səkidə maşın saxlamazlar da, yəni komanda. Ona görə bu belə deyim, bu siyasət, bu avtomobil siyasəti dəyişməlidir. Burada bəli ödənişli parklanma var, bəli yaxşı ictimai nəqliyyat var, alternativlər var. Amma bu səklərin zəbt edilməsi şəhər ətrafında artıq kütləvi hala çevrilib. İndi bəli, burada adamın keçməsi üçün yer vardı, amma bu demək deyildi. Qalan yer parking olmalıdır, ondan sonra velosiped zolaq olsun da. Və bunun üstünə hər şey o gəlir ki, burada bu qarın yaratdığı problemlər də burada üzə çıxır da. İndi Buxarestin bəxti gətirmədi ki, mən burada qar yağanda gəldim. Bax, burada zibillik, zibil qarın içində. Burada səkini təmizləməyiblər. Kimsə burada baş olsa kim məsuliyyət daşıyacaq, üzr istəyirəm.
Bu qədər dostlar, videonu elə burada şəhərin ətrafında bitirirəm və açığı mən fikirləşirdim ki, bəlkə də bu vloqu 2 hissəyə bölüm. Bunun köhnə hissəsini, dediyim ki, şəhər ətrafını, yataq rayonlarını ayrıca olaraq göstərim, amma gördüm ki, elə burada Buxarestdə aşağı-yuxarı belə deyim də yanaşma eynidir. Bəli, burada bəlkə hansı rayonlar var, mən tanımıram falan. İndi mən 1-2 gün ərzində nəyi araşdıra bildim, onu göstərdim. Amma ümumi olaraq burada sosializm dövrünün ruhu hiss olunur. Həqiqətən hətta Safiyadan çox, Bratislavadan çox mən hər iki şəhərdən sizə gətirmişdim geniş vlog. Amma təbii ki, mən yaxşı misalları göstərmək istəyirəm, demək istəyirəm. Həqiqətən burada ictimai nəqliyyat yaxşı vəziyyətdədir. Baxmayaraq ki, hətta köhnə tramvaylar burada qalıb, amma qalıb. Onun müasir tramvaylarla get-gedə əhatə edirlər. Burada çox geniş bir tramvay şəbəkəsi var. Balkan ölkələri arasında ən geniş tramvay şəbəkəsi məhz Buxarestdədir. Burada 60-dan çox metro stansiyası var. Çox maraqlı bir təcrübə oldu və ümid edirəm ki, sizə də mənimlə bugün Buxaresti gəzməyə maraqlı oldu və mən sizinlə növbəti video qədər sağollaşıram. Dediyim kimi Rumıniyadan başqa vloqlar da olacaq. Ümumiyyətlə başqa vloqlar, Azərbaycandan da vloqlar olacaq. Azərbaycan şəhərlərindən, Bakıdan da vloqlar olacaq və siz də bu vloqları daimi şəkildə görmək istəyirsinizsə, mənə motivasiya vermək istəyirsinizsə, bax, kanala abunə olmağını unutmayın ki, mən bilim ki, siz belə videolar gözləyirsiniz və imkan daxilində kanala maddi dəstək də göstərə bilərsiniz. Patron platformasında, Kofeal platformasında keçid olacaq, həm ekranda, həm şərhdə. Daxil olun və imkan daxilində bizə qoşulun. Mən də öz növbəmdə sizə öz Patron platforması üçün unikal bir belə kadrlar falan orada məhz paylaşacağam həmin platformada. Siz də onları bəs görmək üçün, anonsları bilmək üçün, mənimlə mövzuları müzakirə etmək üçün bax, bizə dəstək olun və communitymizin bir üzvü olun. Bugünlük isə bu qədər. Növbəti vloqlarda görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.